dəfə səndən olmaq istəyirəm. Azərbaycan kinosunun ən məşhur qadın obrazlarından biri Təxminə. Bəs bu əfsanəvi film necə çəkilib? Təxminə və Zaur obrazlarının arxasında hansı maraqlı hadisələr dayanır? Filmin çəkilişləri zamanı nələr baş verib və niyə Zaur obrazının aktyoru dəyişdirilib? Bütün bunları və daha çoxunu bu videoda birlikdə öyrənəcəyik. Hazırsınızsa, başlayaq. Azərbaycan kinosunun ən məşhur və yadda qalan qadın obrazlarından biri şübhəsiz ki, Təxminədir. 1993-cü ildə çəkilən bu film yazıcı Anarın 5 mərtəbəli evin 6-cı mərtəbəsi romanı əsasında ekranlaşdırılıb. Filmin rejissoru Azərbaycan kinosunun tanınmış simalarından biri olan Rasim Ocağov, bəstəkarı isə Emin Sabitoğlu olub. Maraqlıdır ki, Emin Sabitoğlu filmdəki epizodlardan birində özü də iştirak edib. Filmin baş rollarında Azərbaycanın sevilən aktyoru Fəxrəddin Manafov və Türkiyədən dəvət olunmuş aktrisa Meral Konrad çəkilib. Onların Təxminə və Zaur obrazlarını o qədər canlı və inandırıcı canlandırmaları tamaşaçılarda başqa bir təsəvvür yaradıb. Film ekranlara çıxdıqdan sonra uzun müddət bir çox insan Fəxrəddin Manafovla Meral Konradın həqiqətən sevgili olduğunu düşünüb. Qoy yadigar qalsın. Bu bizim ən xoşbəxt günlərimizin qəbzidir, Zaur. Təxminə çəkildiyi dövr üçün olduqca cəsarətli film hesab olunurdu. Xüsusilə Təxminə obrazının sərbəst xarakteri və filmdəki münasibətlərin açıq şəkildə göstərilməsi həmin illərdə böyük maraq doğurmuşdu. Amma çoxlarının bilmədiyi maraqlı məqamlar filmin çəkiliş prosesində yaşanıb. Məsələn, Zaur obrazını əvvəlcə başqa aktyor canlandırırmış. Hətta filmin çəkilişlərinin təxminən yarısı artıq tamamlanmışdı. Lakin Meral Konrad həmin aktyorla bağlı narazılığını bildirərək İstanbula qayıdıb. Daha sonra aktyor dəyişdirilib və Meral Konrad yenidən filmə qoşulub. Fəxrəddin Manafovun da filmə gəlişi maraqlı olub. Məlumata görə, aktyor əvvəlcə Spartak roluna çəkilməliymiş. Lakin maliyyə problemlərinə görə Təxminə filminin çəkilişləri bir müddət gecikib və nəticədə Fəxrəddin Manafov Zaur obrazını canlandırıb. Filmin çəkilişləri zamanı başqa bir maraqlı hadisə də baş verib. Zaurun valideynlərini canlandıran Həsən Məmmədov və Zərnigar Ağakişiyeva Təxminənin ünvanına ağır sözlərin deyildiyi səhnənin filmdən çıxarılmasını istəyiblər. Həsən Məmmədov Rasim Ocağova müraciət edərək tamaşaçının onların dilindən belə sözlər eşitməsinin düzgün olmadığını bildirib və səhnənin çıxarılmasını xahiş edib. Lakin rejissor Rasim Ocağov bu təkliflə razılaşmayıb və səhnə filmdə saxlanılıb. O həyasızın dalınca cumursan. Ay ana. Nə ana? Elə öyleydi kaş sənin anan bugünü görməyəydi. Mənə yazığın gəlmir, heç olmasa xəstə atana yazığın gəlsin. Moskvaya gedirəm güləşməyə. Məni gic yerinə qoyub. Bilirəm ona güləşmədi. O afiriska televizordan göz eləyən kimi ağlını itirir. Durur qaçır dalca. Cəhənnəmə get. Bir də gözüm səni görməsin. Bir də bu evə qayıtma. Bar plaşımı geyə yaramaz, oralar soyuq deyə Bakıdır. Deyən hələ dalınca su atım. Əclafın qızı gör bunu necə cadı eləyib, görüm sənin dilin qurusun. Filmdə digər obrazları isə Larisa Xəlilova, Füzuli Hüseynov, Həsənağa Turabov və başqa tanınmış aktyorlar canlandırıblar. Təxminə obrazını Nəcibə Hüseynova, Mədinə obrazını isə Əminə Yusif qızı səsləndirib. Filmin yadda qalan məqamlarından biri də Əlvida mahnısıdır. Mahnını Azərbaycan musiqisinin tanınmış sənətkarlarından biri olan Rafiq Babayev ifa edib. Təxminə filminin çəkilişlərinin böyük hissəsi Bakıda, pavilyonda aparılıb. Film üçün xüsusi olaraq bir evdə tikilib. Bununla yanaşı, bəzi səhnələr Türkiyədə və Rusiyada lent alınıb. Səni təbrik eləyirəm. Yadımdadır axı. Sabah sənin ad günündür. Sənə hədiyyə də almışam. Sabah Mədinə gətirib işdə verəcək.
Elə qiymətli bir şey deyil, amma baxanda məni yad eləyərsən. Çox sağ ol. Heç demirsən hara uçursan. Leningrada. Sabah oradan bizim televiziyanın programı veriləcək. Mən aparacağım. Sağ-salamat gedib çıxsam. Sabah axşam saat 5-də. Baxarsan ha, eşidirsən? Yaxşı. Təyyarəyə miniş başlandı. Məral Konrad isə Təxminə filmindən sonra Türkiyədə bir çox ekran işində rol alıb. Buna baxmayaraq, o illər sonra verdiyi açıqlamalarda Təxminə obrazını öz karyerasının ən yaxşı rollarından biri kimi qiymətləndirib. Maraqlısı budur ki, Məral Konrad illər sonra yenidən Fəxrəddin Manafovla birlikdə kamera qarşısına keçib. Onlar Zülfiyə Xanbabayevanın Mənimsən klipində birlikdə çəkiliblər. Bu, illər əvvəl Təxminə və Zaur kimi yadda qalan cütlüyü yenidən tamaşaçıların qarşısına çıxarıb. Qara bulutların yağış düşür gözündən, həsrətində yolların səni gözləyirəm mən, sən mənimsən tək mənim. Məral Konrad bu gün də Azərbaycanla əlaqələrini qoruyur və tez-tez ölkəmizə qonaq gəlir. Onun Təxminə obrazı isə aradan uzun illər keçməsinə baxmayaraq, Azərbaycan kinosunun ən yadda qalan qadın obrazlarından biri olaraq qalır. Bəs sizcə, Təxminə obrazını Məral Konrad qədər uğurlu canlandıra biləcək başqa bir aktrisa ola bilərdimi? Beləliklə, aradan uzun illər keçsə də, Təxminə filmi Azərbaycan kinosunda öz xüsusi yerini qoruyub saxlayır. Təxminə və Zaurun sevgi hekayəsi isə bu gün də tamaşaçıların yaddaşında yaşayır. Əgər Azərbaycan kinosunun məşhur filmləri, aktyorları və onların heç yerdə eşitmədiyiniz maraqlı həyat hekayələri haqqında daha çox belə videolar görmək istəyirsinizsə, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Videonu sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videolarda görüşənədək. Sağ olun.